Demək bir xanım vardı, arıqlamaq istəyirdi. Sadəcə pulsuz arıqlamaq istəyirdi. Bu qarışımın sirrini də pulsuz öyrənmək istəyirdi. Yəni qıyıb özünə 25-30 manat pul işlətmədi ki, bu qarışımı alıb bir aylıq menyu götürsün, sağlam şəkildə arıqlasın. Xanım seçdi sağlıqsız arıqlamanı. Demək sirkə, zəncəfil, limonla arıqladı. Bir ay yarıma 20 kilo çəki atdı və bilin nə oldu? Həmin xanımda başladı mədə ağrıları. Xanım həkimə getdi, mədəsində yara əmələ gəlib. Əziz xanımlar, mən sizə sağlam, sağlıqlı çəki atmağı təklif edirəm. Siz isə özünüzü qıyıb 20-25 manat, 30 manat ödəməyib, gedib sağlıqsız yollara baş vurursunuz. Həmin xanımın bu dəqiqə 200 manat xərci çıxıb mədəsini müalicə etməyə hələ bir kursla deyil, aylarla o müalicə etməlidir. Əzizlərim, cəmi 30 manat özünüzə ayda pul ayırın və sağlam şəkildə çəki atın. Bu sizin sağlamlığınız üçün önəmlidir. Bugün özünüzə 25 manat, 30 manat qıymırsınızsa, sabah o 200 manatı məcburiyyətdən tapıb müalicə üçün verəcəksiniz. Ona görə də hər kəsə tövsiyə edirəm, sağlam çəki atın, sağlıqlı çəki atın, sağlıqlı qidalarla çəki atın. Ac qalaraq, hər hansısa bir fəsadlı bir şeylərlə çəki atmaq sabahsı gün sizlərdə böyük xəstəliklər yaratar və bundan sonra siz arıqlasanız belə dünya gözünüzdə olmayacaq. Çünki sağlamlığınız gedir.